Info TV-dən texnoloji xəbərlər, ən son hazırlanan robotlarla bağlı məlumatlar alırsınız. Bəs ilk robot nə vaxt və kim tərəfindən hazırlanıb? Bu məlumatlarla dünyanın ilklərində yaxından tanış ola bilərsiniz. Belə ki, ilk robot Osmanlı İmperatorluğunda Sultan II. Əbdülhəmidin zamanında 1889-cu ildə hazırlanıb və Yaponiyaya hədiyyə edilib. Qeyd edim ki, əlamət adlandırılan robot yarım metr yeriyə və hər saatın tamamında azan oxuya bilirmiş. Bu tarixi hadisə Yaponiya İmperatorluğunun prensi Komatsu'nun gəmi ilə İstanbula gəlişi və sultana fərqli hədiyyələr gətirməsi ilə başlayır. Yaponiya 1889-cu ildə xüsusi elçilərlə Sultan II. Əbdülhəmidə hədiyyələrlə bərabər bir məktub göndərir. Məktubda İslam dini, elm və texnoloji yeniliklər, xeyriyyə cəmiyyətlərlə bağlı Yaponca və ya fransızca məlumatlar göndərilməsi xahiş olunurdu. İkinci Əbdülhəmid xan da saat mexanikliyini çox yaxşı bilən birindən fərqli bir icad etməsini istəyir. Hazırlanan saat insan formasında, hər saatın tamamında azan oxuyan və yarım metrə yeriyə bilən robot olur. Araşdırmacı Oktan Keleş robotun hazırlanmasından əvvəl qramofon icad edildiyini və onun köməyi ilə səs yazmanın mümkün olduğunu qeyd edib.